eBay'dan sifariş verdiğim məhsulumuz geldi. Herkese salam dostlar, Fikirli kanalından. Bugün əvvəlki videomuzda göstərdiyimiz kimi eBay'dan sifariş verdiğimiz məhsulumuz geldi. Və bu məhsulumuz bizə nə qədər vaxta çatdı, neçə müddətdə bu məhsul bizə Azərbaycandan çatdı, birbaşa sifariş verdikdə. Məhsulumuzun içəriğində nə var və məhsulumuz necə gəldi, hamısını bu videoda bir-bir izah edəcəm. Ağlınızda sual qalmayacaq. Dostlar, çox uzatmadan sizlərə belə bir məlumat vermək istəyirəm. Əvvəlki videomuzda eBay'dan sifariş vermək haqqında video çəkmişik. Əgər onu izləməmisinizsə, eBay'dan məhsul sifariş vermək istəsə mütləq şəkildə həmin videoyu izləməyiniz məsləhət görülür. Videonun linkini də ki, bu videonun açıqlama bölməsinə əlavə etmişəm. Sizlərə belə göstərim, belə qutuda gəlir. Kiçik bir məhsul sifariş vermişəm dostlar, yəni ki, video üçün sifariş vermişəm və ilk dəfə sizlərlə bərabər açıram. Üzərində çəkisi yazılıb. Təxminən bu məhsulun çəkisi 0.08 kiloqram, yəni ki 800 qram şəklindədir. Videoda bilmirəm görsənir, görsənmir. Baxın, gördüyünüz kimi üzərində yazılıb. Və buna nə qədər kargo ödəniş eləmişəm. Bu məhsul mənə neçəyə gəlib, nə qədər eBay-a ödəniş eləmişəm, çatdırılma üçün hamısını sizlərə göstərəcəm. İlk öncə kutu açılımını eləyək. Məhsulumuzu açırıq. Kiçik bir məhsuldur, yəni mən bunu gətirmişəm. Yəni bu məhsul, ola bilər indi burada daha bahadır, sadəcə mən video üçün gətirmişəm. Belə bir məhsuldur. PlayStation 4 üçün Battlefield 1 oyunudur. Kutusu belə normaldır, yəni pis deyil. Əslində bu ikinci əl məhsuldur. Bildiyiniz kimi eBay-da həm yeni, həm də ki ikinci əl məhsullar satılır. Yəni ki başqa istifadəçilərdə ikinci əl istifadə etdiyi məhsullarda sata bilir. Mən ikinci əl almışam. Yəni qeyd edim ki, hansısa bir məhsulu aldıqda açıqlama bölməsində yazılır. Yəni məndə bu məhsul very good, yəni çox yaxşı şəkildə yazılmışdı. İçərisində açıram. Baxaq görək, içərisində belə kitabçığı çıxır. Yəni bu yaxşı bir detaydır. Çox disklərdə bu olmur. Yəni ki, disklərdə bu şəkildədir. Diskimizin vəziyyətinə baxaq. Baxaq gör necədir. Yəni siz başqa bir məhsulda gətirə bilərsiniz. Mən bunu örnək olaraq göstərirəm. Diskimiz bu şəkildədir. Baxın, videoda göstərək. Yəni yaxşı vəziyyətdədir, pis deyil. Heç bir halda cızığı yoxdur. Yəni amma qeyd edim ki, bu işlənmiş məhsuldur. İndi isə keçək kommentarimizə. Yəni bu məhsul mənə neçə günə çatıb, gömrük ödənişləri nə qədər olub, yəni ki, kargo ödənişləri nə qədər olub, hamısını bir-bir sizlərə göstərək. Məhsulumuz da bu şəkildədir. Çox da ki uzatmaq istəmirəm, yəni xırda bir məhsuldur. Dostlar, keçdik kommentarimizin ekranına. Bu şəkildə mən X-Cargo-dan gətirmişəm. Həmin məhsulu sifariş verdiyim kargo. Qeyd edim ki, bu bir reklam deyil. X-Cargo-nun da bəyənmədiyim tərəfləri var. Bu videoda da onu sizlər üçün izah eləyəcəm. Hansı ki, indi istifadəyə bağlıdır, mənim başıma bu şəkildə gəlib. Çatdırılma, yəni ki, neçə günə gəlib, hamısını sizə göstərib. İlk öncə bu məhsula mən 6.99, yəni 7 dollar ödəniş eləmişəm və sifariş vaxtını sizlərə göstərək. Bu eBay səhifəsinə daxil olub da burada gördüyünüz kimi aldığım məhsulları View Order Details bölməsinə bir kərə klik eləyirəm və mən 16 apreldə məhsulu sifariş vermişəm. Kargonun adresinə 20 apreldə çatdırılıb, yəni eBay daxilində həmin bu bizim xarici ambardakı kargoya 20 apreldə çatdırılıb. Məhsul isə bizə gəlib, bu məhsul bizə çatdırıldığı vaxtı mən sizə göstərim. Burada hərəkətlər bölməsinə daxil oluram. Gördüyünüz kimi bəyan prosesi məndə 21 aprel olaraq, yəni bu məhsul gəlib, yəni 20-si bu kargonun adresinə gəlib və 21-i bəyan prosesi. Mən bəyanı bu saytın üzərindən eləmişəm. Yəni istəsəz saytdan da eləyə bilərsiniz, birbaşa Smart Customs. Yəni qeyd edim ki, hər hansısa bir məhsul gətirirdikdə Smart Customs proqramından siz gömrüyə bəyan etməlisiniz. Yəni bu şəkildə də faktura eləmişəm və ödənişini səhifəsində eləmişəm. Ödənişdə nə qədər eləmişəm? Bu çəkiyə görə mən dostlar sizlərə göstərim nə qədər ödəniş eləmişəm. Hardasa 7 manat ödəniş eləmişəm. Burada 5 qəpikdir, yəni 7 manat. Bu məhsul üçün mən kargo ödənişini 7 manat eləmişəm. Qeyd edeyim ki, bundan daha ucuz gətirən kargolar da var. Siz özünüz qiymət müqayisəsi eləyə bilərsiniz. Hansı ki, yəni bu 7 manatsa ola bilər başqa kargoda hesablayıb bu 5 manat, 6 manata gələ bilər. Yəni hardasa 4.15 dollar ödəniş eləmişəm çatdırılması üçün, Amerika çatdırılması üçün. Və burada məhsul gəlməmişdə əvvəl şəklini atırlar. Sizlərə göstərək.
Və mən burada invoice qiyməti olaraq əlavə etmişəm. Məhsul gətiricilikdə dostlar mütləq şəkildə burada invoice qiyməti əlavə edilməlidir. Bu da necə olur? Məsəl üçün baxın, siz məhsulu sifariş vermisiniz eBay-dan. Bu səhifənin ekranını screenshot eləyirsiniz. Kompüterdən də eləyə bilərsiniz, telefondan da ekranı screenshot eləyib həmin bu bölməyə yükləyirsiniz. İndi mən burada yüklədiyim üçün yüklə bölməsi çıxmır. Yəni bu bölməyə yükləyərsiniz və siz avtomatik burada fakturanın bəyannaməsi etmiş olursunuz. Daha sonra isə gömrükdən Smart Customs proqramından, onun da kanalımızda kifayət qədər videosu var, necə bəyan edilir. Smart Customs proqramına həmin məhsulu bəyan edirsiniz. Nə gətirmişsə, elektronika gətirirsə, elektronika bu şəkildə. Yəni məhsulumuz bizə nə qədər vaxtı çatdı? Hərəkətlər bölməsi yenidən daxil olaq. Sifariş deməli 16 apreldə sifariş vermişəm dostlar və bu məhsul mənə 2 may daha təhvil verir. Əslində 1 mayda gəlib və mən 2 mayda təhvil almışam. Bir gün bundan çıxaq. Bəyənmədiyim bir şey oldu. Yəni bu məhsul gəlib çatdıqda mənə heç bir halda SMS gəlmədi dostlar. Yəni bunu qeyd edeyim sizə, bəyənmədiyim tərəf və kargo ödənişləri biraz cüzi baha gəldi mənə şəxsən. Düzdür, burada fərqli kargolar var. Məsələn, dəmir kargo kimi, onlarda Amerika çatdırmada biraz qiymətdə sərf edə bilər. Özünüz araşdırıb baxa bilərsiniz, hansı sərf eləyirsə. Təbii ki, ola bilər ki, hansı ucuz gətirir, amma gec gətirir. Bu X-Cargo 15 günə gətiribsə, o 20 günə gətirə bilər. Yəni burada özünüz yoxlayıb baxa bilərsiniz. Qeyd edeyim ki, Fikirli kanalı sifariş verdiyiniz məhsullara heç bir halda cavabdeh deyil. Videonun başında yerləşdirdiyimiz mətndə əminəm ki, dostlar, çoxunuz oxumursunuz. Yəni o mətni keçirsiniz, amma yəni yenə də mən videoda qeyd eləyirəm. Yəni burada şəxsi fikirlərimizi paylaşırıq. Yəni məhsulumuz bu şəkildə gəldi. Əslində pis deyil. İlk sifarişə görə yaxşıdır. Mən eBay-dan çox sifariş verməmişəm. Onun üçün yəni məhsulum bu şəkildədir. Qiymət baxımından belə deyim dostlar, karqola aldıqda bu məhsul yerli qiymətləri əslində elə normal belədir. Yəni burada mən demək olar öz qiymətini almışam, amma siz məsələn fərqli bir məhsul almaq istəsəz, bu eBay-dan özünüz nəzərinizə alın ki, kargo ödənişləri var. Həmin kargo ödənişlərinə baxmaq üçün X-Cargo-nun səhifəsindən tarifələr bölməsinə daxil olursunuz. Tarifələr bölməsinə daxil olduqda burada gördüyünüz kimi çatdırılma ünvanları var. Yəni ki, hansı ki ABŞ-dan çatdırırsa, təbii ki, eBay ABŞ mənşəlidir. Yəni ki, Amerika. Amerikanı seçib standart göndəriş və burada gördüyünüz kimi tarifələr var. 1 kiloqramdan 15 kiloqrama qədər 16 manat 61 qəpik edir. Yəni mən burada minimal sifariş verdiyim üçün məndə burada bu şəkildə gəlib. Yəni 0-dan 0.1 kiloqrama qədər buradan da tarifələrə baxa bilərsiniz və yaxud da buradan istəsəz ABŞ-ı seçib çəkiyə görə hesablaya bilərsiniz. Atıram mən 4 kiloluq bir məhsul gətirirəm. Burada avtomatik mənə qiymətini hesapladı. Təbii ki, $300 limiti keçdikdə siz avtomatik gömrük rüsumu ödəmiş olursunuz, ödəməlisiniz. Yəni hardasa tətbiqən 510 manatlıq, 510 manatdan yuxarı hansısa bir məhsul gətirdikdə siz yerdə qalan məbləğin gömrüyün rüsumunu ödəyirsiniz. Amma $300 limitini keçmədiyi təqdirdə heç bir halda rüsum ödəmirsiniz. Sadəcə karqonun ödənişini eləyirsiniz və gömrüyə bəyan etmiş olursunuz. Bu məlumatı da verdikdən sonra ümid edirəm ki, bu video sizlər üçün faydalı oldu dostlar. Daha çox belə videoların gəlməyini istəyirsə, eBay haqqında, AliExpress haqqında, hansı ki Taobao olsun, yəni fərqli Çin saytlarından sifariş haqqında videolar gəlmək istəyirsə, kanalımıza abunə olun və bizə dəstək olun. Videolarımızı dostlarınızla paylaşın ki, belə videoların davamı gəlsin. Təqdim etdi Fikirli kanalı.